Salam, hər vaxtınız xeyir olsun. Bugün ədəbiyyatdan Azərbaycan şifahi xalq ədəbiyyatı mövzusunda sınağın izahına baxırıq. Başlayaq birinci sualdan. Xan Sarayı əfsanəsi ilə bağlı doğru fikirləri müəyyən edin. Usta xanın qabağında sözünü deməkdən çəkinmir. Bu doğrudur. Yəni usta xanın qarşısında sözünü cəsarətlə deyir, hətta öldürülsə belə. Usta sarayı tikərkən əməyinin qiymətləndiriləcəyinə inanırdı. Xeyr, buna görə də şərt qoymuşdu ki, əgər əməyimi qiymətləndirsən, sənə ən yaxşı şəkildə saray tikərəm. Xanın vəd etdiyi qızılları vermədiyi üçün usta narazı qalır. Bu da yanlışdır. Qızılları vermədiyi üçün yox, əməyinə qiymət vermədiyi üçün narazı qalır. Xan ustaya zərər verdiyi üçün peşman olur. Bu da yanlışdır. Peşman olur, amma zərər verdiyi üçün peşman olmur. Deyir ki, kaş sənin birinci əlini kəsmək əvəzinə dilini kəsiydim, sən indi gəlib mənə belə cavab verə bilməzdin. Usta xanın tamahkarlığının qurbanı olur. Bu da doğrudur. Cavab olur 1-5 Y variantı. Keçdik ikinci növbəti suala. Ağıllı uşaq nağılındakı Əhməd obrazı ilə bağlı doğru fikri müəyyən edin. Məqsədinə çatmaq üçün hər yola baş vurur, ancaq yalan danışmır. Bu yanlışdır. Yalan danışır. Əhməd çobana deyir ki, uzun müddətdir burada qalıram, amma nənəm icazə vermir çölə çıxmağa, amma belə deyildi. Yəni burada yalan var. Bacarığı və tədbiri ilə kəndi xilas edir. Bu doğrudur. Nənəsi Əhmədə qoca ilə görüşməyi məsləhət görür. Xeyr, nənəsi məsləhət görmür. Əhməd özü qoca ilə görüşməyə gedir. Sadəcə nənəsindən soruşur ki, bəs bizim kənddə bir qoca qalıbmı? Nənəsi də deyir ki, hə, bir qoca var, onu aparmayıblar. Əhməd yardımsevər olduğu üçün qocanın arvadına kömək edir. Bu hissə doğrudur, yardımsevər olduğu üçün, amma arvadına yox, bacısına kömək edir. Ona görə bu da yanlışdır. Şahın verdiyi bütün sualların cavabını özü tapır. Bu da yanlışdır. Almaların cavabını həmin qocadan soruşur. Burada cavab olur B variantı. Gəldik növbəti üçüncü suala. Nümunəyə əsaslanaraq klasteri hansı fikirlərlə tamamlamaq mümkündür? Zülf töküb üzə dilbər, çıxıbdı düzə dilbər, duvaq salın üzünə, gəlməsin gözə dilbər. Mərasim nəğməsidir, bu doğrudur, toyla bağlı nəğmədir. Mahnılarda olduğu kimi özünə məxsus musiqi havası var. Xeyr. Musiqi havası yalnız mahnılara aiddir. Nəğmələrdə musiqi havası olmur. Xalqın adət-ənənəsi ilə bağlı olan nümunə əcdadlarımız tərəfindən ifa edilmişdir. Bu doğrudur. Şifahi xalq ədəbiyyatının ən qədim nəğmələrinə aiddir. Ən qədim nəğmələr əmək nəğmələridir, yəni holavarlar və sayaçı sözlərdir. Ona görə yanlışdır. Keçdik dördüncüyə. 7 hecalıdır. Qafiyə quruluşu AA, BA formasındadır. Baxaq. Zülf töküb üzə dilbər. 7 hecalıdır və qafiyə quruluşu da A, B, A formasındadır. Bu da doğrudur. Nümunədə xalqın ruhu, kədəri, təbiətə məhəbbəti və s. əksini tapır. Burada xalqın kədəri ya da təbiətə məhəbbəti deyə bir məsələ yoxdur. Burada adət-ənənələr ya da xalqın ruhu demək olar. Cavab olur 2 və 4. Yəni D variantı. Keçdik dördüncü suala. Nümunə ilə bağlı düzgün fikri müəyyən edin. Dedim könül durma dağ zirvəsində, bir gün düçar edər nə qara səni. Dilin çatmaz nə bir elə obaya, bürüyər nə ağ gün, nə qara səni. Aşıq Əsəddən verilmiş nümunədir. A variantında anafora və epiforadan istifadə olunmuşdur. Bu yanlışdır. Anaforadan istifadə olunmur, çünki misraların əvvəl hissələrində hər hansısa bir təkrara rast gəlinmir. Qıfılbəndə aiddir. Səmimi pak məhəbbət tərənnüm edilir. Bu da yanlışdır. Qıfılbənddə aşıq bir sual verir və qarşısındakından cavab gözləyir. Biz burada hər hansısa bir sualı görmürük. İnversiyadan istifadə edilməyib. Bu da yanlışdır. Elə birinci misrada inversiya var. Deyir, dedim könül durma dağ zirvəsində. Bu əslində dağ zirvəsində durma deməkdir. Sadəcə yerləri dəyişib, yəni inversiya var. Cinas qafiyələrdən istifadə edilib. Bu doğrudur. Qara ifadəsi cinas qafiyə əmələ gətirir. Bir gün düçar edər nə qara səni. Burada qar mənasındadır. Lakin bürüyər nə ağ gün, nə qara səni. Burada qara rəng mənasındadır. Ona görə də burada cinas qafiyə var. Y variantında deyir ki, ikinci misrada təşbih işlənib, ikinci misrada biz təşbih görmürük. Ona görə də cavab olur D variantı. Gəldik 5-ci suala. Dastan janrı ilə bağlı doğru fikirləri müəyyən edin. Şah İsmayıl Aşıq Qərib kimi dastanlarda bir-birini sevən gənclərin dözüm, sədaqət və cəsarət sayəsində qovuşmasından bəhs edilir. Bu doğrudur. Hər iki dastan məhəbbət dastanıdır və hər iki dastanın sonunda da qovuşma var. Məhəbbət dastanlarının sonu əsasən cahannamə ilə bitir, yanlışdır. Əsasən ustadnamə ilə başlayır, duvaq qapma ilə bitir. Duvaq qapma.
Cahannamə nə vaxt olur? Cahannamə o vaxt olur ki, məhəbbət dastanlarının sonu faciəvi şəkildə bitsin. O zaman, yəni qovuşmadan, ayrılıqla bitsin. O zaman biz Cahannaməni görə bilirik. Amma əsasən duvaq qapma ilə bitir. Ona görə yanlışdır. Məhəbbət dastanları ustadnamə ilə başlayır, doğrudur. Dastanda yalnız epik növün xüsusiyyətləri əks olunur. Yalnız epik növün yox. Epik növün həm də lirik növün. Yəni biz dastanlarda şeirlər də görürük, hansı ki o şeirlər lirik növə aiddir. Bu da yanlışdır. Məhəbbət dastanlarında qəhrəmanlıq motivlərinə yer verilə bilər. Bəli, məhəbbət dastanlarında qəhrəmanlıq motivləri yer ala bilər. Cavab olur 1, 3 və 5. Yəni A variantı. Baxırıq 6-cı suala. Bizə deyir ki, cədvəldə qeyd edilmiş nağıllarla bağlı doğru fikirləri müəyyən edin. Baxaq. Ağıllı uşaq Əhməd xanın ən sevimli heyvanının keçi olduğunu onun özündən öyrənir. Özündən öyrənmir, çobanından öyrənir. Ona görə bu yanlışdır. Əsərin ideyası ağıl yaşda deyil, başdadır atalar sözü ilə səsləşir. Bu doğrudur. Əhməd kiçik olmağına baxmayaraq kəndi bacarığı sayəsində xilas edir. Əsərdə Əhməd ağıllı məsləhətdən yararlanır, doğrudur, qocadan məsləhət alır. Dərzi şagirdi Əhməd. Əhməd gördüyü yuxunu zindanda Pəri Sultana danışır. Xeyr, zindanda danışmır, əsərin sonunda danışır. Bütün suallara cavab verilsə də Şah Abbasın ölkəsi Firəng padşahının hücumuna məruz qalır. Bu da yanlışdır, Firəng padşahı hücum etmiş. Əhməd ən sonda yuxusunu şaha danışır, bu doğrudur. Cavab olur 2, 3 və 6, yəni B variantı. Gəldik növbəti 7-ci suala. Sahargah əfsanəsi ilə bağlı yanlış fikirləri müəyyən edin. Karvandakı insanlar alimin arxasınca gələnləri cəzalandırırlar. Xeyr, karvandakı insanlar cəzalandırmırlar. Cavab 1-i götürürük. Yanlışdır çünki qüruru və xudbinliyi hökmdara alimin niyyətini başa düşməyə imkan vermir. Bu doğrudur. Hökmdar qürurlu olduğu üçün və xudbin olduğu üçün alimi nankorluqda ittiham edirdi. Ona görə bu doğrudur, bunu götürürük. Əsərdə xalqın elm adamlarına olan laqeyd münasibət əksini tapmışdır. Laqeyd münasibəti yox, tam əksinə camaat alimi qorumaq üçün onu karvana qoşurdu ki, hökmdarın qəzəbindən xilas olsun. Yəni bunu götürürük, yanlışdır. Əsər ağıl sahiblərinin güc sahibləri qarşısındakı məğlubiyyətini göstərir. Bu tərsidir. Güc sahibləri ağıl sahiblərinin qarşısında məğlub olur. Bu da yanlışdır, götürürük. Elmin gücü yıxar bürcü. Atalar sözü əsərin ideyası ilə səsləşir. Bu doğrudur. Cavab olur 1, 3 və 4, yəni A variantı. Keçirik 8-ci suala. Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Əfsanə, rəvayət. İkisini müqayisə edib. Möcüzəli, ağlasığmaz hadisələrdən söz açılır. Bu doğrudur. Əfsanələrdə belə hadisələr oldu. Müəyyən bir hadisə və ya əhvalat danışmaq, nağıl etmək yolu ilə təsvir olunur. Bu əfsanə üçün doğrudur, lakin bu rəvayət üçün də doğrudur. Ona görə də bunu ortaya yazmalıydı deyə yanlışdır. Əfsanəvi şəxsiyyətlərin həyatı ilə bağlı olur. Əfsanəvi şəxsiyyətlərin həyatı ilə bağlı olan rəvayətdir. Buradakı əfsanəvi sözü sizi çaşdırmasın. Nuh peyğəmbər, Astiaq, Tomris və s. kimi şəxsiyyətlər var ki, bu şəxsiyyətlərin həyatı rəvayətdir, əfsanə deyil. Ona görə 3 yanlışdır. Şifahi xalq ədəbiyyatının epik növünə aiddir. Bu doğrudur. Hər iki janr epik növə aiddir. Real həyat hadisələri zəminində yaranır. Rəvayəti əfsanədən fərqləndirən əsas cəhətlərdən biri budur ki, real həyat, yəni real hadisələr burada öz əksini tapıb. Ona görə 5-i götürürük. 6-da deyir ki, insanın xarakter və əməllərində müşahidə olunan nöqsanlar tənqid olunur. Bu yanlışdır. Tənqid olunma rəvayətdə yoxdur. Cavab olur 1, 4 və 5, yəni Y variantı. Baxırıq 9-cu suala. Məişət və mərasim nəğmələri üçün ortaq cəhətləri müəyyən edin. Məişət nəğmələri deyəndə laylalar və oxşamalar nəzərdə tutulur. Mərasim nəğmələrinə isə toy nəğmələri, yas nəğmələri və s. aiddir. 4 misra olan və hər misrası 7 hecadan ibarət olan nümunələri var. Bu doğrudur. Məsələn, bayaq gördüyümüz zülf töküb üzə dilbər nəğməsi mərasim nəğməsidir. O bu qaydaya uyurdu və laylalar da var. Laylay dedim yatasan, qızlı gülə batasan. Bunlar da 4 misradır və 7 hecədən ibarətdir. Ona görə 1-i götürürük. Müxtəlif mövsümlərlə bağlı yaranmış nəğmələrdir. Mövsümlərlə bağlı yaranmış, bu yanlışdır. İkilik və dördlük şəklində olur, ikilik şəklində olmur. Şifahi xalq ədəbiyyatının lirik növünə aiddir. Bəli, hər iki janr şifahi ədəbiyyatın lirik növünə aiddir. Cavab olur 1, 4. Baxırıq 10-cu suala. Dastan janrına aid olan fikirləri müəyyən edin. Epik təhkiyə ilə lirik təqdimat vəhdətdə olur. Bəli, bayaq da dedik ki, dastan janrı epik lirik janr sayılır. Yəni həm epik tərəf var, həm lirik tərəf var. Məhəbbət dastanlarında qəhrəmanlıq motivlərinə yer verilmir, yanlışdır, verilir. Qəhrəmanlıq dastanları ustadnamə ilə başlayıb duvaq qapma ilə bitir.
Bu məhəbbət dastanlarına aiddir, qəhrəmanlığa yox. Məhəbbət dastanlarında sevgililər qovuşa bilməyəndə dastanın sonunda cahannaməyə söylənilir. Bu doğrudur. Qovuşa bilməyəndə cahannaməyə, qovuşa biləndə duva qapma söylənilir. 4 doğrudur. Şah İsmayıl dastanını qəhrəmanlıq dastanına nümunə göstərmək olar. Alt sizi çaşdırmasın. Şah İsmayıl qəhrəmanlıq yox, məhəbbət dastanıdır. Ona görə də cavab olur 1 və 4. Yəni A variantı. Baxırıq 11-ci suala. Nöqtələrin yerinə yazıla bilməz. Qoşma və gəraylı aşıq şeirinin ən geniş yayılmış növləridir. Doğrudur. Qoşma və tədnis 11 hecalı şeir janrlarıdır. Bu da doğrudur. Hər ikisi 11 hecadır. Gəraylının qafiyə quruluşu qoşma ilə eynidir. Bu da doğrudur. Qoşma və gəraylıdan dastanlarda geniş istifadə edilir. Bu da doğrudur. Qoşma və rübai daha çox lirik məzmun daşıyır. Bu da doğrudur. Yalnız aşiqanə mövzularda işlənir, yanlışdır. Rübai ictimai mövzuda işlənir, elə qoşma özü də fərqli mövzularda işlənə bilir. Ona görə də cavab olur Y variantı. 12-ci suala baxaq. Cədvəldə qarşısında rəqəmlər yazılmış hansı fikirlərin yeri dəyişdirilsə yol verilmiş yanlışlıq aradan qalxar. Baxaq, xalq oyunları, xalq tamaşaları. Oturaq və hərəkətli olmaqla 2 yerə bölünür, xalq oyunlarına aiddir. Doğrudur. Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş tənbəlliyin tənqidini ön plana çəkir. Cümlə özü doğrudur, amma bu cümlə xalq oyunlarına aid deyil. Bu cümlə xalq tamaşalarına aiddir. Yəni bu aşağıda olmalıdır. Dəsmal ver, xəndəyə düşmə oyunlarında əşyalardan istifadə edilir. Doğrudur. Uşaq xalq tamaşaları uşaq orqanizminin hərəkətə, fəaliyyətə olan ehtiyacından yaranmışdır. Bu da oyuna aiddir. Tamaşaya aid deyil. Yəni 2 aşağıda olmalıdır, 4 yuxarıda, 2 ilə 4-ün yeri dəyişməlidir. Cavab A variantı. 5-ə də baxaq. Xalq tamaşalarına meydan tamaşaları da deyilir. Bu da doğrudur. Cavab olur A variantı. Baxaq 13-cü suala. Nəğmələrlə bağlı hansı fikirlər doğrudur? Qodu-qodu nəğməsi uzun zaman yağan yağışın kəsməsi üçün oxunan mövsüm nəğməsidir. Bu doğrudur. Yağışın kəsməyi üçün oxunur qodu-qodu. Cütçü öz ağır əməyini yüngülləşdirmək üçün sayaçı nəğmələr oxuyurdu. Xeyr, sayaçı nəğmələrini oxuyanlar qoyunçulardır, yəni çobanlardır. Cütçünün oxuduğu nəğmələr holavarlardır. Yəni cütçü əkinçiliyi ilə məşğuldur. Əkinçilik nəğmələri holavardır, qoyunçuluq nəğmələri sayaçı sözlərdir. Ona görə bu yanlışdır. Məişət nəğmələri 2 yerə bölünür. Toy və yas nəğmələri. Bu məişət nəğmələri deyil, mərasim nəğmələridir. Məişət nəğmələri laylalar və oxşamalardır. Ona görə bu da yanlışdır. Qəhrəmanlıq nəğmələrində xalq qəhrəmanı tərifləyir, əzm, mətanət nümayiş etdirməyə səsləyir. Bu da doğrudur. Nəğmələrin özünə məxsus melodiyası yoxdur. Bu da doğrudur. Özünə məxsus melodiya mahnılarda var, nəğmələrdə yoxdur. Cavab olur Y variantı. 14-cü sualda bizə deyir ki, dərzi şagirdi Əhməd və ağıllı uşaq nağıllarının ortaq cəhətidir. Baş qəhrəmanı ağıllı və iradəlidir. Bu doğrudur. Həm dərzi şagirdindəki Əhməd, həm ağıllı uşaqdakı Əhməd ağıllıdır və iradəlidir. Cavab A variantıdır. Baş qəhrəman hədəfinə çatmaq üçün sehirli qüvvələrin gücündən istifadə edir. Heç birində sehirli qüvvə yoxdur. B yanlışdır. Hökmdar ziddiyyətli obraz kimi yadda qalır. Dərzi şagirdi Əhməddə Şah Abbas ziddiyyətli obrazdır. Yəni həm müsbət tərəfi var, həm mənfi tərəfi var. Ona görə bu da yanlışdır. Yəni təkcə dərzi şagirdinə aiddir. Baş qəhrəman təcrübəsiz olsa da böyüklərdən məsləhət alır və hökmdara qalib gəlir. Bu da təkcə ağıllı uşağa aiddir. Baş qəhrəmana sevdiyi qız kömək edir. Bu aiddir dərzi şagirdi Əhmədə. Yəni Pəri Sultan ona kömək edir, amma ağıllı uşaqda belə bir məqam yoxdur. Ona görə də cavab olur A variantı. Baxaq 15-ci suala. Eyler-Venn diaqramına uyğun fikirləri müəyyən edin. Atalar sözü və məsələlər. Müəyyən əhvalatla bağlı olur. Müəyyən əhvalatla bağlı olan məsələlərdir. Fikir ümumiləşmiş bitkin şəkildə ifadə edilir. Bitkin sözü varsa bu atalar sözüdür. Fikrin üstü örtülü şəkildə ifadəsi bu yanlışdır. Bu heç birinə aid deyil, tapmacaya aiddir bu. Ona görə bunu heç ara yazmırıq. Xalqın əsrlər boyu qazandığı həyat təcrübəsinin ümumiləşmiş ifadəsidir. Bu hər ikisinə aiddir. Müdrik sözlər qanadlı sözlər də deyilir. Bu da hər ikisinə aiddir. 1-ə aiddir B, 2-ə aiddir A, 3-ə aiddir D və Y. Cavab olur A variantı. 16-cı suala baxaq. Şifahi xalq ədəbiyyatının janrlarına əsasən uyğunluğu müəyyən edin. Rəvayət, əfsanə və nağıl verilib. Səməndər quşu əfsanədir. Astiaq rəvayətdir. Ağıllı uşaq nağıldır. Xan sarayı əfsanədir. Nuh peyğəmbər rəvayətdir. 1-ə B, Y, 2-yə A, D, 3-ə C. Cavab olur A variantı. Növbəti sual. Cədvələ əsasən Çahargah əfsanəsi ilə bağlı doğru fikirləri müəyyən edin.
Hökmdarın ətrafdakılara münasibəti. Qüruru və xudbinliyi hökmdara alimin niyyətini başa düşməyə imkan vermir. Bu doğrudur. Elmə və alimə qiymət verməyi bacarmayan şah alimi xalqın gözündən salmağa çalışır. Bu da doğrudur. Hələ orada deyir ki, sən özünü əllaməliyinlə xalqı aldadırsan, özünü xalqın gözündə yaxşı göstərirsən, amma mən sübut edəcəm ki, sən heç də göstərdiyin kimi deyilsən. Xeyirxah işləri ilə xalqa kömək edir. Bu yanlışdır. Bu alimə aiddir. Gəldik növbətiyə ətrafdakıların hökmdara münasibəti. Xalqın hökmdara olan münasibəti qərəzli deyil. Bu doğrudur. Yəni xalqın biz hökmdara qarşı münasibətində hər hansı bir qərəz görmürük. Xalqın ona məhəbbəti, ədalətə və qələbə qazanmasına səbəb olur. Xeyr, bu alimə aiddir. Xalq arasında yaşamağı sarayda yaşamaqdan üstün tutur. Bu da alimə aiddir. Cavab olur 1, 2 və 4. Yəni Y variantı. Nağıl janrı ilə bağlı yanlış fikirləri müəyyən edin. Bütün hadisələr əsas qəhrəmanla bağlı olur. Bu doğrudur. Nağıldakı bütün hadisələr əsas qəhrəmanla bağlı olur. Nağıllar 3 yerə bölünür. Heyvanlar haqqında, sehirli və məişət nağılları, bu da doğrudur. Məişət nağıllarında bəzən müsbət qəhrəmana qeyri-real, xeyirxah qüvvələr kömək edir. Xeyr, burada qeyri-real qüvvələr yoxdur. Bu sehirli nağıllara aiddir. Məişət nağıllarında qəhrəmanlar ağılı, bacarığı və istedadı ilə qalib gəlir. Nağıllar qədim dövrdən bu günümüzə yazılı formada gəlib çatmışdır. Xeyr, şifahi formada gəlib çatıb. Məişət nağıllarında real hadisələrin təsviri aparıcı yer tutur. Bu da doğrudur. Bizdən yanlış istəyirdik, yanlış da aiddir. 3 və 4. Cavab olur Y variantı. Yanıltmaz janrı ilə bağlı hansı fikirlər doğrudur? Səs oyunu üzərində qurulmuşdur. Bəli, yanıltmaz səs oyunudur. Fikrin üstü örtülü ifadəsi janr üçün əsasdır. Bayaq da dedik, bu tapmacadır. Yumoristik məzmuna malikdir. Bəli, yumoristikdir. Yumorla yanaşı satira, sarkazm olur. Bu da lətifəyə aiddir. Satira, sarkazm varsa lətifədir. Ona görə bu yanlışdır. Yalnız uşaqların nitqinin inkişafına kömək edir. Xeyr, uşaqların da nitqinə kömək edir. Hətta bəzən natiqlərin də nitqinə kömək edir. Ona görə cavab olur 1 və 3. Baxırıq 20-ci suala. Nümunə ilə bağlı doğru fikirləri müəyyən edin. Səyyad dəryalarda alar çəngələ, həsrət çəkər, tiskin gələ, çəngələ. Əzrail sinəni çəkər çəngələ, qəssab qəşş eləyər ayağa ağa. Bənddə inversiyadan istifadə olunur. Bəli, inversiya var. Məsələn, 3-cü misraya baxsaq, Əzrail sinəni çəkər çəngələ. Bu əslində çəngələ çəkər deməkdir. Yəni burada inversiya var. Təzad işlənib, xeyr, burada hər hansı bir təzad, yəni bir əkslik yoxdur. Təkrir işlənib, bəli, işlənib. Ayağa ağa, məsələn, bu təkrirdir. Və ya tiskin gələ, çəngələ. Burada da gələ sözü təkrirə aiddir. 3-ü götürürük. Məhəbbət mövzusunda da xeyr, məhəbbət mövzusunda deyil. Qafiyə quruluşu qoşmadakı kimidir? Bəli, təcnisdir bu. Təcnisin də qafiyə quruluşu qoşma ilə eynidir. Cavab olur 1, 3 və 5. Yəni D variantı. Aşıq yaradıcı ilə bağlı hansı fikir doğrudur? Qoşma, gəraylı və bayatı aşıqların ən çox müraciət etdikləri janrlardandır. Elə doğru budur. Aşıq yaradıcılığında bütün ədəbi növlərə aid nümunələr var. Xeyr, dramatik növə aid nümunə yoxdur. Abbas Tufarqanlı Aşıq Şəmşir ifaçı aşıqlardır. Xeyr, yaradıcı aşıqlardır. İfaçı 3 dənə aşıq var. Əmrah, Aşıq Əmrah, Kamandar və Aşıq Hüseyn Saraçlı. Aşıq Əmrah, Aşıq Kamandar və Aşıq Hüseyn Saraçlı. Bunu əks sözü ilə yadda saxlaya bilərsiniz. Ə, K və S. Bunlar ifaçı aşıqlardır. D variantında Cəraylının qafiyə quruluşu qoşmadan fərqlidir. Xeyr. Dövrümüzdə bu sənətlə məşğul olanlara Dədə Ozan Varsaq deyirlər. Xeyr, dövrümüzdə aşıq deyirlər. Qədim zamanlardan Dədə Ozan və Varsaq deyirdilər. Ona görə də cavab olur A variantı. Gəldi 22-ci suala. Dərzi şagirdi Əhməd nağılındakı Əhməd obrazı ilə bağlı yanlış fikri müəyyən edin. Bizdən yanlış istəyir. Hər sual açmağın qarşılığında padşahdan bir tələb olur. Bu doğrudur. Birincidə deyir ki, kəbin kəsdir, sonra nişan elə, sonra toy elə. Yəni hər sual açmağın qarşılığında əslində padşahdan bir şey istəyir. Yuxudan oyatdığı üçün ustasına etirazını bildirir. Bəli, deyir ki, niyə yuxudan oyatdın? Bəs mən yaxşı bir yuxu görürdüm. Elə ondan sonra da Şah Abbasda da maraq yaranır ki, görəsən nə yuxu görürdü. Birinci suala cavab verdikdən sonra azadlığa buraxılmır. Bu da doğrudur. Yuxusu Çin olmadan onu kiməsə danışmır. Bu da doğrudur. Şah Abbas onun qızı ilə ailə qurmasına əvvəldən razı olur. Bu yanlışdır. Şah Abbas deyir ki, mən qızımı dərzinin birinə verə bilmərəm. Allahverdi xan da, yəni onun vəziri də deyir ki, bəs Əhməddən daha yaxşı, daha ağıllı kim var? Özün də görürsən ki, Əhməd çox ağıllı, çox bacarıqlı insandır. Ondan sonra Şah Abbas razı olur. Yəni əvvəldən razı deyildi. Gəldik 23-cü suala.
Xan sarayı və Çahargah əfsanəsi əsərlərinə aid ortaq məqamlardandır. Şifahi xalq ədəbiyyatı nümunəsidir, bəli. İkisi də şifahi xalq ədəbiyyatıdır və ikisi də əfsanədir. Əsas qəhrəmanı ustadır, xeyr. Çahargahda alimdir. Zülmkar ölkə başçısı təsvir olunub. Xan sarayında zülmkar var, Çahargahda da zülmkar var, doğrudur. Vəzir surəti yaradılıb. Xan sarayında vəzir yoxdur, Çahargahda var, ona görə 4 aid deyil. Baş qəhrəman məğlub olur, xeyr. Baş qəhrəman məğlub olmur. 1 və 3. Gəldik 24-ə. Nümunə ilə bağlı doğru fikirləri müəyyən edin. Fürsət əldə ikən yaxşılıq elə, həmişə əlində ixtiyar olmaz. Gəl güvənmə dövlətinə, malına, mala, mülkə, ömrə etibar olmaz. Natamam qafiyədən istifadə olunub. Bu doğrudur. İxtiyar, etibar. Hər ikisi natamam qafiyədir. Cinas qafiyəlidir. Xeyr, biz burada cinas görmürük. Lirik növdə heca vəznindədir, bəli. Hətta qoşma janrındadır. Niyə? Çünki 11 hecalıdır. Fürsət əldə ikən yaxşılıq elə. 11 hecadır. Ona görə bu doğrudur. Qafiyə quruluşu gəraylıdan fərqlidir. Xeyr, hər ikisinin qafiyə quruluşu eynidir. Nəsihətamiz məzmundadır, bəli. Nəsihət mövzusundadır, yəni nəsihət verir. Ona görə də cavab olur 1, 3 və 5. Gəldi 25-ci suala. Lətifələrə aid xüsusiyyətlərdir. Yalnız yumordan istifadə edilir. Xeyr, burada həm sarkazm, həm də satira var. Cəmiyyət və məişət həyatında olan qüsurlar tənqid olunur. Bəli, lətifələrdə qüsurlar tənqid olunur. Xalq arasında yalnız Molla Nəsrəddinlə bağlı lətifələr geniş yayılıb. Bu yanlışdır. Məsələn, Bəhlul Danəndə ilə bağlı da lətifələr var. Lətifələrdəki gülüşün növləri komediya janrındakı gülüşlə səsləşir. Bəli, hər ikisində həm yumor var, həm satira var, həm sarkazm var. Ona görə ikisi də səsləşir. Sonluğu bəzən xalq arasında məsəl kimi işlənir. Bu da doğrudur. Məsələn, Dava Yorğan davası da əslində Molla Nəsrəddinə aid olan bir lətifənin sonluğudur. Daha sonra Dava Yorğan davasıdır adlı bir məsələ çevrilib. Ona görə də cavab olur 2, 4 və 5. Gəldik 26-cı suala. Ağıllı uşaq nağılı ilə bağlı doğru fikirləri müəyyən edin. Xanın tapşırığını kəndə vəzir çatdırır. Vəzir çatdırmır. Ağıllı uşaq da çapar çatdırır. Bu yanlışdır. Xanın xoşladığı heyvan keçidir. Bu doğrudur. Əhməd öz ağlı, bacarığı və tədbiri ilə kəndi xilas edir. Bu da doğrudur. Almaların sirrini Əhməd özü tapır. Özü tapmır, qoca kömək edir. Xan məsləhətçisinin təklifindən sonra kəndi ələ keçirmək üçün hiyləyə əl atır. Bu doğrudur. Məsləhətçi təklif edir ki, bütün qocaları yığaq bura, daha sonra kəndi ələ keçirmək rahat olsun. Xan da onun fikrinə əməl edir. Gəldi 27-ci suala. Çahargah əfsanəsinin qəhrəmanları ilə bağlı uyğunluğu müəyyən edin. Alim və hökmdar. Saray həyatının qiymətləndirilməməsini nankorluq hesab edir. Bu hökmdara aiddir. Yəni, o alimi nankorluqda ittiham edir. Xalq arasında böyük hörmətə malikdir. Bu alimə aiddir. Ölkəni tərk etmək məcburiyyətində qalır. Alimə aiddir. Ona tabe olmayana qarşı qərəzli mövqe tutur. Hökmdara aiddir. Əməyi dəyərləndirmək heç birinə aid deyil. Biz burada əməyi dəyərləndirilməyin görmürük. Gəldik mətnə. Mətni oxuyaq. Daşdəmirin nağılı. Daşdəmir dedi: Padşah sağ olsun. Mən sir sahibindən icazə almamış sənə heç bir söz deyə bilmərəm. Məni azad elə, gedim icazə alım, gəlim deyim. Padşah dedi: Yox. Mən səni əlimlə buraxıb sonra ayağımla axtara bilmərəm. Ya danış, ya da bu gün səni astıracağam. Daşdəmir dedi: İstəyirsiniz bir dəfə yox, lap 5 dəfə astırın. Mən icazə almamış sizə heç bir söz deməyəcəm. Padşah əmr elədi, meydanda dar ağacı quruldu. Şəhərdə car çəkdilər ki, Daşdəmir padşahdan sir gizlətdiyinə görə dar ağacından asılacaq. Hər şey hazır olandan sonra cəmaət yığıldı. Daşdəmiri meydana gətirdilər. Padşah bir də soruşdu: Deyirsən ya yox? Daşdəmir dedi: Xeyr, mən heç bir şey bilmirəm. Padşah cəlladlara əmr verdi ki, assınlar. Elə ipi onun boynuna salanda hardansa bir atlı atı elə sürüb keçdi ki, heç kəs onun üzünü görə bilmədi. Ancaq onu gördülər ki, dar ağacına çatanda yerə bir nar vurdu. Nar parçalandı, dənələri ətrafa səpələndi. Daşdəmir cəlladlara dedi: Gedin padşaha deyin ki, mən danışmağa hazıram. Gedib padşaha xəbər verdilər. Padşah ondan soruşdu: Niyə indiyə kimi demirdin, indi razı oldun? Daşdəmir nar dənələrini ona göstərib dedi: Padşah sağ olsun, sir sahibi sirrin açılmasına icazə verdi. Daşdəmirin nağılından. Deməli, baxaq 28-ci suala. Daşdəmirin nağılı əsərindəki Daşdəmir və dərzi şagirdi Əhməd nağılındakı Əhməd obrazlarının xarakterindəki oxşar cəhətləri yazın. Bura nə yazmaq olar? Məsələn, yazmaq olar ki, hər ikisi tərsdir. Ya da hər ikisi inadkardır. Bunu deyə bilərik. Məsələn, padşah deyir ki, niyə demirsən, de sirri. Hər ikisi də deyir ki, yox, mən sirri deməyəcəm. Hər ikisi də sözündən dönmür.
İkinci olaraq yaza bilərik ki, hər ikisi cəsarətlidir, yəni cəsur obrazdır ya da hər ikisi qorxmaz obrazdır. Niyə? Çünki ölümə belə olsa ya da döyülməyə belə olsa, hər ikisi razıdır, tək ki sözünün üzərindən dönməsin, yəni sözünün üzərində qalsın. Ona görə tərs və cəsur yazmaq olar. Əsərin forma və janr xüsusiyyətləri əsasında cədvəli tamamlayır. Daşdəmirin nağılı və Xan Sarayı. Yazmaq olar ki, hər ikisi epik növdür. Epik növ. Daşdəmirin nağılı da epik növdür, Xan Sarayı da epik növdür. Hər ikisinin janrı biri nağıldır, Daşdəmir nağıldır. Xan Sarayı nədir? Xan Sarayı əfsanədir. Və hər ikisi nə ilə yazılıb? Nəsrlə yazılıb. Bunları qeyd eləmək olar. Yəni hər ikisi epik növdədir. Birin epik növün nağıl janrındadır, digəri əfsanə janrındadır və hər ikisi də nəsrlə yazılıb. Yəni bunu qeyd etmək mümkündür. 30-cu sualda bizə deyir ki, mətnə əsasən cədvəli tamamlayın. Səbəb nəticə cədvəlidir. Nəticə hissəsində qeyd olunur ki, padşahın əmri ilə meydanda dar ağacı qurulur. Biz bunun səbəbini tapmalıyıq. Yəni niyə qurulur? Niyəsi odur ki, Daşdəmir sirri açıqlamır və padşah qəzəblənir. Ona görə də dar ağacı qurdurur. Səbəb hissəsində qeyd olunub ki, nar parçalanır, dənələri ətrafa səpələnir. Nəticədə nə olur? Daşdəmir anlayır ki, artıq sirri açmağa icazə var. Yəni nar parçalanır, dənələri ətrafa səpələnir və nəticədə Daşdəmir anlayır ki, artıq sirri açmağa icazə var. 30-cu sualın da cavabı bu şəkildədir.